Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Bugünkü mövzuma keçməmişdən əvvəl sizlərdən bir şey xahiş edəcəkdim. Ümumiyyətlə, hansı mövzular haqqında məlumat verməyimi istəyirsinizsə, bu videonun altında yorum şəklində qeyd edin. Bir sonraki günkü videomu sizlər seçəcəksiniz. Bugünkü mövzumuz Aleksandr Nikolayeviç Skriabinin yaradıcılığı haqqındadır. Skriabin təkrar olunmaz dəstxətti, üslubu ilə musiqi tarixində öz yerini tutmuş, görkəmli rus bəstəkarı və pianoçusudur. O həm bəstəkar, pianist, həm də müəllim kimi musiqi tarixinə daxil olmuşdur. Özünəməxsus üsluba malik sənətkar olmuşdur. 19-cu əsrin 90-cı illərinin sonu, 20-ci əsrin əvvəllərində Rusiyada hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə Skriabinin fəaliyyəti birmənalı qiymətləndirilmişdi. Skriabin reallığı özünəməxsus tərzdə qavramış və əks etdirmiş bir sənətkar idi. Möhtəşəm konsepsiyalara can atmaqla yanaşı, Skriabin üçün lirik həyəcanlar da xarakteri idi. Gerçəklik hadisələrinin təcəssümünü subyektiv düşüncə və duyğuları prizmasından təqdim edirdi. Yaradıcılığı boyu Skriabin böyük təkamül etmişdir. İstər musiqinin məzmununda, istərsə də musiqi dilində təkamül aydın hiss olunur. Erkən dövrdə klassiklərin, romantiklərin ənənələri ilə bağlı olan Skriabin, sonralar 20-ci əsrin əvvəllərindəki cərəyanlara, impressionizmə, az da olsa ekspressionizmə meyillənir. Yaradıcılığının yetkin mərhələsində Skriabinin ədəbi bədii simvolizmlə əlaqəsi özünü büruzə verir. Məsələn, 4 nömrəli fa diyez major sonatasında. Əsərlərində həm möhtəşəm ideyaları, həm də insanın daxili aləmini əks etdirir. 1888-92-ci illərdə Skriabin Moskva konservatoriyasında 2 ixtisas, bəstəkarlıq və pianoçuluq ixtisasları üzrə təhsil almışdır. Fortepianoda Stefanovun, bəstəkarlıqda isə Arenskinin sinfində oxuyur. Lakin müəllimi onun bəstəkarlıq istedadına lazımınca qiymət vermədiyindən onunla ümumi dil tapmayan Skriabin konservatoriyanı 1892-ci ildə yalnız pianoçu kimi bitirmişdir. 1898-ci ildən Moskva konservatoriyasında fortepiano ixtisası üzrə professor kimi pedaqoji fəaliyyət göstərmişdir. Skriabin əsasən simfonik musiqi və fortepiano üçün çoxsaylı əsərlər yazmışdır. Buraya 3 simfoniya, ekstaza poeması, Prometey, arzular, fortepiano üçün isə fortepiano və orkestr üçün fa diyez minor konserti, 10 sonata, poemalar, bunlar faciəvi, iblis, poema nokturun adlanır, maska, qəribəlik, alova doğru, 90-a yaxın prelüd, 24-ü silsilə halında, mazurkalar, etüdlər, vayslar, ekspromptlar daxildir. Yaradıcılığının erkən mərhələsində fortepiano musiqisi yazmışdır. Əsasən bu dövrün əsərlərində lirik dramatik obrazlar əks olunur. Həmçinin təbiət təəssüratını da təsvir edir. Məsələn, 2-ci sonatada. Təbiəti birbaşa deyil, təbiət mənzərələrinin insan qəlbindəki yaşantılarını verirdi. Skriabin yaradıcılığına Rus və Qərbi Avropa musiqi mədəniyyəti təsir etmişdir. Əsl xalq mövzularından istifadə etməməsinə baxmayaraq, melodiyanın oxunaqlılığı və harmonik dilin bəzi xüsusiyyətləri onun əsərlərinə milli xüsusiyyət verir. Rus bəstəkarlarından Çaykovski daha çox Skriabinə təsir etmişdir. Həmçinin Chopinin təsirini onun müraciət etdiyi janrlardan prelüd, etüd, mazurka, eksprompt kimi janrlarda görürük. Skriabin heç də polyak bəstəkarını təqlid etmirdi. Bu iki bəstəkarı yaxınlaşdıran sadəcə onların ruhən yaxın olması idi. Skriabinin musiqi dilinin yeni xüsusiyyətləri daha çox harmonizasiyasında əks olunub. Harmonik dilin əsas xüsusiyyəti non akordlardan, alterasiyalı harmoniyalardan istifadə edir. Belə alterasiyalılıq musiqiyə artırılmış lad elementləri bəxş edir. Bu elementlər major-minor lad çərçivəsində inkişaf edir. O, həmişə fortepianonun bitkinliyinə
məntiqliyinə, aydınlığına, fakturanın bütün detallarının işlənməsinə can atırdı. 20-ci əsrin əvvəlləri Scriabin yaradıcılığının gürk çiçəkləndiyi dövrdür. Bu dövrdə iç simfoniyasını, orkestr üçün ekstaza poeması, fortepiano üçün 4 və 5-ci sonatalarını, bir sıra poemalarını, o cümlədən faciəvi və iblis poemasını yaratmışdır. Bu çəkilən əsərlərin əksəriyyətini Scriabin xarici ölkələrdə, İsveçrə, İtaliya, Fransada olduğu müddətdə yazmışdır. Həmin dövrdə ABŞ-da konsert səfərində olmuşdur. Bu əsərlərdə artıq bəstəkarın musiqi dilinin mürəkkəbləşməsi, iradəli, amiranə intonasiyaların təzahürü diqqəti cəlb edir. Harmonik dilində non-akordlar, alterasiyalılıq olmasına baxmayaraq, major-minor sistemi çərçivəsindən kənara çıxmır. Son dövrü 1910-15-ci illəri əhatə edir. Bu illərdə orkestr, solo fortepiano və sözsüz oxuyan xor üçün Prometey və ya Ot poeması, simfonik poemasını, 5 sonatasını, Adova doğru poemasını, kiçik fortepiano pyeslərini bəstələmişdir. Həmçinin çoxdan arzuladığı misteriyalar ideyasını da düşünürdü. Bu, müxtəlif sənət növlərini özündə birləşdirən möhtəşəm bir əsər olmalı idi. Əslində həyatdan uzaq olan bir fantastik məfhum olan misteriyada böyük bir möcüzə, şər üzərində qələbənin çalınacağı bir dövr, əzab-əziyyətə son qoyulacaq bir zəmanə haqqında arzular yaşanırdı. Prometeyin partiturasına xüsusi bir not sətri daxil edir. Bunu İtalyan dilində işıq mənasını verən luce sözü ilə qeyd etmişdir. Bu sətir əslində mövcud olmayan hansısa bir səs aləti üçün nəzərdə tutulmuşdu. Əsər ideyaya görə ifa zamanı qırmızı, göy və başqa rəngli işıq dalğaları ilə işıqlandırılmalı idi. Son dövrdə 7, 8, 9 və 10-cu sonataları, maska, qəribəlik, alva doğru poemalarını yazır. Scriabin dəqiq formalara üstünlük verir, lakin bu formaların yeni təfsirini verir. Sonata allegro, sonata silsiləsi, bir hissəli poema formalara istinad edir. Həmçinin öz düşüncələrinə işarə etməklə simvolları, şərti işarələri də istifadə edirdi. Bugünlük bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.